Universitet və sənaye arasında əməkdaşlıq modellərinin müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması və yeni texnologiyaların, xüsusilə süni intellektin istehsalat mühitinə inteqrasiyası günümüzün aktual mövzularıdır. Azərbaycan Texniki Universitetində keçirilən beynəlxalq forumda bu məsələlərə diqqət çəkilib. Konferansın əsas hədəfi Azərbaycanda universitet sənaye əməkdaşlığının inkişaf etdirilməsi və bu istiqamətdə rəqəmsal alətlərin, rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin yarattığı imkanları düşünmək və görməkdir. Azerbaycan'da birçok üniversite var ama bunların sanayiyle olan ilişkileri istenilen seviyede değil. Dolayısıyla çok farklı partnerleri bir araya getirerek böyle bir işbirliğinin planlı, programlı bir şekilde nasıl yapılacağına yönelik bir fikir alışverişi yapıyoruz. Bu toplantının temel amacı bu üniversiteden, sanayiden ve Türkiye'deki çok bilinen kurumlardan konuşmacılar var. Bu toplantının diğer amacı da yapay zekanın sanayide kullanımı.